Salam, efirdə xəbərlərdir. İranın Poya Air aviaşirkətinə məxsus İl-76 yük təyyarəsi 18 martda Hindistana uçub. Daha sonra Ermənistan hava məkanında görüntülənib. Ajmedia Info xəbər verir ki, bu barədə Fotinfo Range Regiment Telegram kanalı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Ermənistan bu kanallarla Hindistan İranın dəstəyi ilə silah tədarik edə bilər. Həmçinin bu kimi addımlar silahlanmanın intensivləşdirmək və daha az diqqət çəkmək üçün atla bilər. Təyyarənin digər ölkələr uçması da istisna olunmur. Sizinlə mən Şahin Seydov, Azərbaycan Yəhudi Media Mərkəzi. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.